Bütün bu gözəlliklərə necə şükür etməyəsən axı? Bu qədər nemətin şükrü də təbii ki, çox olar. Və şükür sadəcə əldə etdiklərimiz üçün deyil, bizdən alınanlar üçün və ya əldə edəcəklərimiz üçün də olmalıdır. İbrahim surəsi 7-ci ayədə deyildiyi kimi, əgər şükür etsəniz, nemətimi artıraram. Yeni bir vlog başlayıram. Hər biriniz xoş gəlmisiniz. Səhər yeməyi olaraq yulaf, qatıq və baldan ibarət atışdırmalıq hazırladım. Bu cür səhər yeməyi həm yüngül olur, həm də yulafın faydaları saymaqla bitməz. Yulaf lif, mineral və vitamin baxımından zəngin olub, həzmi rahatlaşdırır. Toxluq hissi verərək çəki kontroluna da kömək eləyir. Bu gün sizə aldığım bütün alış-verişi göstərəcəm. Deməli, ümumi 360 manat tutdu və bura 11 parça məhsul daxildir. Buradan bəzilərini istifadə eləmişəm, bir-iki məhsulu istifadə eləmişəm, ona görə onları göstərməyəcəm. Uzun müddətdir ki, cins şalvar geyinmirəm və bir həvəsə düşdüm, bir neçə cins şalvar aldım. Xüsusən tünd cinsləri çox sevirəm. Əslində hər birini geyinib çəkmək istəyirdim, amma düşündüm ki, vlog çox uzanacaq. Şalvar düz və siqaret modeldir. Ayaq hissəsi biraz bol gəldi mənə. Bunu yəqin ki, ayaq hissəsindən biraz kəsdirəcəm. Bu cins daha boş bir modeldir. Bel hissədən dar, ayaqlardan isə daha boldur. Bu cür şalvarları çox sevirəm. Krasovka ilə də gözəl olur. Mən isə kablokla kombinləyəcəm. Bu alış-veriş əslində mövsümlük deyil, ümumi nəyə ehtiyacım varsa elə etmişəm. Belə bir kətan şalvar da aldım. Bunu mağazada yoxlayanda çox bəyənmişdim. Evdə yoxlayanda isə ayaq hissəsi çox bol gəldi. Bunu da dərziyə gedəcək geyimlərin yanına qoyuram. Geyimlərin içində ən çox bəyəndiyim bu cins şalvar oldu. Rəngi və modeli üçün ürəyim getdi. Onu deyim ki, streç bir materialdır, trapez modeldir. Rəngi isə uzun zamandır bu rəngdə şalvar axtarırdım. Çox şükür ki, nəhayət ki tapdım. Yüksək bir modeldir və toparlayıcıdır eyni zamanda. Demək olar ki, 3 ədəd lasin şalvar almışam. İkisi trapez, biri isə sadədir. Bu cür geyimlər həyatda can qurtarandır valla. İstənilən köynəklə, krop və ya pencə ilə də rahatlıqla geyinmək olur. Material da çox yüngüldür və rahatdır. Bel hissəsinin yüksək olmağını da bəyəndim. Eyni zamanda toparlayıcı modeldir. İki ədəd ağ və qara krop aldım. Ağ olanını istifadə eləmişəm deyə onu göstərə bilməyəcəm. Qara krop isə body formasındadır. Yüngül və rahatdır materialı da.
Karol firmasının şalvarlarını çox sevirəm. Qiyməti materialına görə dəyər həqiqətən. Məndə Karolun bir neçə qara şalvarları var. Bu dəfə isə ağ rəng klassik siqaret model şalvar aldım. Özəl günlərdə yüksək topuqlu ayaqqabı və klassik bir bluzla kombinləmək olar və iş üçün də gündəlik fərqli kombinləmək olar. Materialı qalındır, xüsusən payız və qış mövsümü üçün uyğundur. Gördüyünüz bu şalları qaynanam Türkiyədən elçilikdə mənim taxmağım üçün gətirib. Uç hissələrini şalın iynə oyası ilə toxunub, onların belə bir adəti var imiş. Elçilikdə qız şalı başına deyil, çiyninə atarsa, o deməkmiş ki, oğlanı bəyənməyib qız. Mütləq şalı gəlin başına taxmalıdır. Mən bu şalları gündəliyə də istifadə edəcəm, boynuma fular kimi istifadə edəcəm. Rənglərini və işləmələrini də bəyəndim. Günorta lahmacun hazırladım. Soğan, pomidor, sarımsaq, duz, yağ, tomat və pul biberi blenderda çəkib, cəfərinə xırda-xırda doğrayıb, yarım kiloqram çəkilmiş əti də qatıb, lahmacunun harcını hazırladım. 2 kəsə un, 1 paket maya, ilıq su ilə xəmir yoğurdum. Xəmir acıyandan sonra çox kiçik kündələr eləyib, soba sinisində yağlı kağızın üzərində əlimlə açdım xəmiri. Üstünə 2 yemək qaşığı harcdan qoyub, sobada ən yüksək ateşdə bişirdim. Sobanın içinə partlamayan qabda su qoyun ki, lahmacun buxarda bişsin, qurumasın.
Bu arada kısır da hazırladım. Üydülmüş bulgur, qırmızı kələm, kimyon, duz, pul biber ve yaşıl soğanı xırda-xırda doğradım. Bir ədəd kökü də rəndələyib, nanə, nar şərab, tomat və 1 stəkan duru yağı da əlavə edib tam qarışdırdım. Sonra iceberg kələm və turşu xiyarla servis etdim. Servis etməzdən əvvəl 1 saat soyuducuda saxlayın. Əvvəlki vloqda hazırladığım yarpaq sarmasını da bişirib gözəl bir süfrə açdım. Temu səbətinə çoxdan da atdığım əşyaları sifariş elədim. Bu çantaları çox sevirəm və rahatdır. Mavi rəngini bəyəndim mən. Evdə manikür etmək üçün manikür aparatı aldım. Rəylərdən çox bəyənmişdilər alanlar. Yəqin ki, yaxşı olar. Yürüyüş üçün belə bir krasovka sifariş etdim. Çoxdan da səbətimdə idi və qiyməti də bayağı düşmüşdü. Seda Sayan kimi mən də çorab qadınıyam. Nə qədər çorabım olsa da gözüm doymur. Rənglərinə görə çox bəyəndim və bunları da aldım. Və belə bir led işıqlar aldım. Video çəkmək üçün maraqlı fikirlər olsun deyə. Taxma dırnaqları da çox sevirəm. Bunları da evdə taxa bilərəm rahatlıqla. Rənglərini də çox bəyəndim. Belə bir fərqli dırnaqlar aldım və bu çantaların ağ rəngini də çox bəyənirəm. Uzun zamandır səbətimdə idi. Bir də belə bir mokapot və qəhvə çəkən aldım. Bunda da gözəl kofelər bişirmək olar.